Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilər. Bugün dekabr ayının 23-ü, 2025-ci il. Mən Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyinin Ucar rayon təşkilatının sədri Məmmədov İlkin. Deməli, Ucar rayon 28 may küçəsinin sakinlərinin müraciətinə əsasən mən bura gəlmişəm. Bir neçə saat bundan öncə burada bir hadisə baş veribdi. Deməli, sahibsiz küçə iti 61 yaşlı bir kişi xeylanə vətəndaşımıza hücum edibdi və ciddi xəsarətlər alıbdı. Deməli, sakinlər burada narazılığını bildirirlər ona görə ki, həmin gördüyünüz bu bina uzun illərdir ki, yararsız vəziyyətdə burada qalır. Yəni, heç bir işə yaramır bu bina. Əksinə, vətəndaşlar iddia edirlər ki, deməli, sahibsiz küçə itləri həmin bu binalara yığışırlar. Burada uşaqlar, bina sakinlərinin uşaqları burada əziyyət çəkirlər, uşaqlara hücumlar edirlər və iddia edirlər ki, bura axşam saatlarında yəni lazımsız insanlar da bura gəlirlər, yəni hansı cürsə bu binada nədənsə istifadə edirlər. İndi mən burada bina sakinləri yığışıbdır. Mən həmin bina sakinlərinə müraciət edəcəm, buradakı vəziyyətlə bağlı öz sözlərini desinlər. Buyur qardaş, zəhmət olmasa özü təqdim elə. Əskərli Abbas Rəhmanoğlu. Yəni, bugünkü gün bizim burada yığışmaqda məqsədimiz bu sahibsiz itlərdən bağlıdır. Bu günləri mənim atam burada it parçalayıb, 5 dənə it. Yaxşı ki, qonşu gəlib əlindən alıb itlərin. Yəni, pis vəziyyətdədir, xəstəxanadan da indi gəlmişəm. Bu binanın özü də yararsız vəziyyətdədir, heç bir şey yaramır. Polis orqanına müraciət olunub da. Bəli, 102-yə zəng eləmişdik, indi ora çağırıblar, gedəcək qəbula bu sahibsiz itlərdən bağlı. Bura yəni lazımsız itlər, küçə itləri, lazımsız insanlar yığışır bura. Yəni lazımsız da, yəni özləri başa düşsünlər mən nə demək istəyirəm. Yəni bu binanın burada heç bir şeyə xeyri yoxdur. Bu istismar müddətində başa vurub, sabahlarım Allah uzun olsun, uşaq da qalmır, giribsə ora, bina çöysə altında qalan biridir. Yəni bununla bağlı bir tədbir görülsün, xahiş edirik. Çox sağ ol. Buyurun, danışmaq istəyirsiniz? Özü təqdim edin, zəhmət olmasa. Adım Zəfərov Natiq Namıqoğlu. Özüm də veteranam, yəni itlərə görə, yəni Abbasın dediyi kimi. Yəni, narazıyıq da bu şeylərdən, götürülsün aradan. Buyur qardaş. Mehdizadə Mirxalik Seyid Məmmədoğlu. Yəni, mən də bu sahibsiz itlərdən yəni, istəyirəm tədbir görülsün. Yarımsaq binada yəni, bizə bunun heç bir xeyri yoxdur. Abbas demişəm, yəni, lazımsız insanlar yəni, işdən yığışıblar. Yəni, lazım orqanlardan tədbir görülsün, xahiş edirəm. Çox sağ ol. Buyurun qardaş. Seyrək Güləddin Sədiyəroğlu. Qoşularla yığışmaqda məqsədimiz büyün bizim qoşunu burada sahibsiz itlər bu boyda kişini yeyib paramparça eləyib. Yəni məlumatda verilib. Xahiş edirəm buna görə bir tədbir görəsiniz. Bu binada burada ehtiyacsızdır. İstismar müddətini bitirib. Uşaqlarımız hazırlığa məktəbə göndərmir. Büyün birinci qoşunu parçalayıb, orada da bir nəfərə hücum çəkib. Burada uşaqlar var ki, köməkləyib, Allaha şükür olan bir xəsarət yetirməyib. Xahiş edirəm, bununla bağlı bir tədbir görəsiniz. Biz evdən çölə çıxa bilmirik bu itlərin əlindən, bu küçətlərin əlindən. Çox sağ ol. Buyurun. Qonşumuzun burada sahibsiz itlər parçalayıbdır. Ona görə eşidib gəlmişik. Bu uçuq binanın altına dolurlar, orada məskunlaşırlar. Burada körpə uşaqlar zadlar oynayır. İri kişi əgər o itin əlindən çıxa bilmirsə, sahibsiz uşağı götürüb onun padvalına salıb, parçalasa o nə olacaq? Böyük bir faciəyə səbəb olar. Bəli. Ona görə xahiş edirik ki, tədbir görülsün. Aidiyyət orqanlara da müraciət olunubdur, indi uşaqlar gedəcəklər. Müraciətin ardında ki, sahibsizlər yığışdırılsın, xahiş edirik. Çox sağ ol. Xahiş edirik aidiyyət orqanlardan, Adgözov Sənan Tehranoğlu. Xahiş edirik aidiyyət orqanlardan ki, tədbir görsünlər bu qədər. Çox sağ ol. Sağ olun. Camalov Nurlan Cəlaloğlu. Xahiş edirik sahibsiz itlərlə bağlı tədbir görülsün. Dün bir nəfəri parçalayıb burada, birini də mən almışam əlimdən. Xahiş edirik bunu yığışdırılsınlar, ya sığınacağa verilsin, ya bir tədbir görülsün. Burada körpə uşaqlarımız var, məktəbə gedir, hazırlığa gəlir. Bunu nağaraq biz. Çox sağ ol. Və xatırlatmaq istəyirəm ki, bax gördüyünüz qarşıda Ucar şəhər Texniki Humanitar Fənlər üzrə məktəb liseyi yerləşir. Burada olan sahibsiz küçə itləri həmin məktəbə keçirlər, dəfələrlə orada da uşaqlara hücum ediblər. Məktəbin o birisi tərəfində də deməli açıq şəkildə atılan zibil poligonu var. Biz oranı da dəfələrlə müraciət eləmişik ki, orada zibil qabları qoyulmalıdır ki, sahibsiz küçə itləri o yığışmasın və burada insanlara hücum eləməsinlər.
Yəni buradakı narazılığından ibarətdir ki, deməli, vətəndaşlar narazılığını bildirirlər ki, həmin bu bina, yararsız vəziyyətdə olan bina sökülməlidir, ləğv olunmalıdır. Çünki bu bina həqiqətən də sahib şirkətlərinin məskənidir və burada yaşayan insanlar üçün ciddi təhlükə yaradır. Çox sağ olun, təşəkkür edirik.